İslam dinində hicab deyəndə məsələ dərini örtmək deyil. Hicab deyəndə naməhrəmin gözündən uzaq durmaq deməkdir. Sən örtünməyə əmr olunmusan naməhrəm səni görməsin deyə. Sənə kimsə şəhvət gözü ilə baxmasın deyə. Sənin haqqında pis zənlərə, şəhvani hisslərə qapanmasın deyə. Onun üçün örtünmüşsən. Səbəbi Allahın əmridir deyə qəbul eləməlisən. Hətta Allah qatında hicablı qadın, iffətli, namuslu qadın hesab olunasan deyə. Bizim bu həyatda ən emosional, ən Allahdan qorxduğumuz, ən günahlardan uzaq olduğumuz vaxt hansı vaxtdır? Namaz əsnasındadır. Düzdürmü? Peyğəmbər sallallahu aleyhi və səlləm bu mübarək bir məqamda buyurur ki, bir qadının ən əfzəl səhvi məsciddə kişilərdən ən uzaq olan səhvidir. Hətta ibadət yerində belə kişilərdən uzaq durmağı fəzilət görən bir şəriət özünü milyonlarla, minlərlə kişilərə necə göstərə bilərsən deyə özünə sual verməlisən.